Hələ seçimlərindən biri demədim, deyir ki, arvadım bir kişisi olar da, yəni maşının deyir bir dənə sahibi olsun, deyir 5 dənə sahibi, 4 dənə sahibi olan maşını mənə göndərmə. Bu gün ofisdəyəm, bir dənə müştəri yığıb. Mənə deyir ki, mənə elə bir maşın gətir ki, seçilsin, ekonom olsun, ili təzə olsun. Üstündə Ford şəkli olsun. Mən indi fikirləşirəm ki, bir 50-55 min büdcəsi olacaq, həqiqi qəşən bir maşın tapıb gətirəcək. Yəni adam deyir ki, seçilən bir maşın olsun. Dedim, əmi, büdcəviz nə qədərdir? Deyir 25 min manat. Biraz belə şoka düşdüm. Dedim, yox əmi, gəl sənə bir dənə təzə ilə Elantra gətirək. Deyir, yox, Elantranı hamı sürür. Dedim, əmi, gəl sənə Sonata gətirək, o qaşlı Sonatalardan. Deyir, yox, ondan da istəmirəm. Prius deyirəm gətirək. Deyir, Prius deyir, Kamikadzedir. Ha, fikirləşdik, nəsə tapa bilmədik maşın. İndi sizə deyirəm, bir maşın ağlınızda varsa bir yorumlara yazın. Əmiyə bir maşın gətirək.